Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Liqasında son 2 həftənin oyunu. Sondan ikinci oyun Galatasaray Antalyaspor oyundayıq. Galatasaray bu oyunda qələbə qazansa çempionluğunu elan edəcək. Çempion olacaq. Türkiyə Süper Liqasında üst-üstə 4-cü, ümumilikdə 26-cı çempionluğu olacaq. Bu gün qələbə qazansa, keçən həftə Samsunspora çox böyük bir məğlubiyyət yaşadı Galatasaray. 4-1 çox pis oyundan, çox kötü oyundan məğlub oldu. Fenerbahçe həmən həftədə qələbə qazandı. Başakşehiri 3-1 məğlub elədi. Bu günlərdə oyunlar eyni saatdadır. Galatasarayın oyunu, Fenerbahçe'nin oyunu, Trabzonspor'un Beşiktaş'la oyunu hamı eyni vaxtda başlayır. Fenerbahçe Konya'yla, Beşiktaş Trabzon'la oyun olacaq və Galatasarayda Antalyaspor'la oyun başlamaq az qalıbca başlayır demək olar ki. İnşallah bu gün qələbə qazanarıq. Son həftəyə saxlamarıq çempionu. Bu gün layiqli qələbə ilə və çempionluğumuzu elan edərik. Fikrimcə Galatasaray bu günləri preslə başlayacaq, sürətli oyunla başlayacaq ilk dəqiqələrdən və ilk dəqiqələrdən də bir qolu bulacaq. Çünki Antalyaspor artıq son sıralardadır. Bu oyunu məğlub olsa fikrimcə düşəcək 2-ci liqaya. Antalyaspora da qələbə lazımdır. Ən azından bir bərabərlik ki, bəlkə ümidləri olsun liqada qalmağa. Yenə deyirəm, Galatasaray sürətli başlayacaq, preslə başlayacaq, ilk dəqiqələrdən qolu atmağa çalışacaq. Mənim fikrimcə də ilk hissəni bir 2-3-0-la bitirməlidir ki, çempion olsun. Çünki oyunu gol vurmayanda ikinci hissələri 60-65'dən sonra çox pis oynayacaq Galatasaray. Maraqlı bir oyun oynadılar. Hakimin danışılmadığı və Galatasarayın çempion olduğu bir oyun olar bu günləri. Uğurcan bu günləri qapıdadır. Keçən həftə Samsun'dan oyunda günah idi və kobud səhvləri vardı qollarda. İnşallah bu günləri Uğurcan bu sezonun ən yaxşı qapıçılarından ligdə. Oyun başladı dostlar. Oyunda keçməmişdən qabaq kanalıma abunə olun. Videolarımı bəyənin, yorumlarınızı yazın və bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz. Keçən oyunlar dostlar. Dostlar ilk 15 dəqiqədir. Oyunun başlayanda dedim ki, Galatasaray bir 10-15 dəqiqə ərzində gol atmalıdır. Hələ ki bir gol yoxdur. Belə ciddi təhlükə də yoxdur. Antalyaspor qapısı qarşısında. Baxmayaraq ki, Galatasaray çox topla oynayır. Antalyaspor'da Galatasaray qapısı qarşısına gələ bilmir, amma Galatasaray cəhd edir, amma hələ ki erkən qolu ata bilmədi 15 dəqiqə ərzində. 16-cı dəqiqədə oyunda gedir. 2-cüdən zərbə, Barış Alper 2-cüdən zərbə kullanır. Görək oyunun gedişatı necə olacaq, bu erkən qolu ata bilməsə Galatasaray. Osimhen! Osimhen! Vura bilmədi. Kornerdə heç olmalıdır. Yaxşı saxladı bu da. Ayda necə vurdu topa? Heç kimə dəymədi. Yunusun yaxşı pası. Osimhen yaxşı saxladı, amma topa yaxşı vura bilmədi. Top qaldı yandan getdi, qapının yanından getdi. İlk ciddi təhlükə Galatasarayın Antalyaspor qarşısında 17-ci dəqiqədə. Antalyasporun bir oyunçusu zədələnib. Birinci hissə bitmədən ən azı 2 top vurmaq lazımdır ki, çempionluğu garantiləmək lazımdır. Çünki burada xal itirsən, Fenerbahçe daha da umutlanacaq. Fenerbahçe oyunu gedir, hələ ki bilmirəm neçəncədir. Ona görə də ki, Kasımpaşa deplasmanına gedəcəksən. Kasımpaşa deplasmanı baxmayaraq ki, bu sezon yaxşı deyil Kasımpaşa, amma çox çətin deplasmandır Kasımpaşa deplasmanı. Ona görə də ki, sən qələbə qazan, garantilə son oyuna rahat şəkildə get. İnşallah 26-cı şampionluq gələcək. Vur! Ne oldu? Şalay da vur da bu. İkinci de bu vur da. Bir de top gəlib başına topa vurmuşsan. Top gəlir sənin dəli başına gedir. Vur da bunu da.
30 dəqiqə olacaq, hala bir dənə gol yoxdur. Qapı dəqiq zərbə ikincidir bu. 32-ci dəqiqə gedir oyunda. Da vurun da. Bu çempionluğu oynayan komandanın bu nə oyundu? Oynayır. 2 oyunda bu nə oyun? Hər köşə vuruşuna da Barış Alper gedir. Hı. Hı. Yunus. Bak dedim, bak Ronaldo'sun, bak dedim ki öz içimdə, bak Antalya'ya gol vursa sen gol vura bilərsən onlara. Kül sizin o başınıza, kül sizin bədbəxt başınıza, kül sizin bədbəxtlər bir dəfə gəldilər, bir dəfə. 45 dəqiqə, 50 dəqiqə bir dəfə gəldilər, gol vurdular, bravo. Kül sizin oyuncu başınıza, komanda başınıza elə. Okan Buruk qarşı rədd olub çıxıb gedin. Rədd olub çıxıb gedin. Bravo. Kül sizin başınıza elə. Kül sizin başınıza elə. Bədbəxtlər. Elə bu çempionluğu verəcəklər elə buradan. Elə buradan verəcəklər. Buradan verəcəklər çempionluğu. Sən onlara gol vura bilərsən, onlara bütün ikinci 45 dəqiqəni ancaq yerdə olacaqlar. Elə də olmalıdır. Vurublar qollarını, nələrinin olsun. Uduzsalar gedirlər ikinci liqaya. Uzanacaqlar yerə 2 dəqiqədən bir, uzadacaqlar oyunu, durmayacaqlar ayağa. Gəlində sən bunlarla oyna. Öz əlində olan şeyi verirsən, götürüb verirsən Antalya'ya. Bıraxdığı topa baxırlar, bravo. Müdafiəyə bax. Abdülkerim o yanda. Davinson bu yanda. Dəyişilməlidir. Çox onsuz da müdafiə ümumiyyətlə dəyişməlidir. Davinson qarışıq. İlk hissə bitti. İlk hissə Galatasaray 0, Antalya Spor 1 və buradan da deyirəm ki, Galatasaray buradan qələbə ilə çıxa bilməyəcək. Bir xalda qazanamayacaq burada Galatasaray. Bunu mən deyirəm. Baxarsınız siz oyuna. Bu oyun 2-0 olacaq. Antalya Spor 2-0 qazanacaq burada. İkinci hissədə görüşək. Əl yoxdur. 30 milyon pul veribsə sən bu Singo'ya nə oynatmırsan? Bir Singo Okan rədd ol get də buradan da. Pox da bilmirsən, heç də bilmirsən. 3 ildir oyuncuların şotuna çempion olur bu komanda. 55 dəqiqədə bir dənə pox elə bilmir bu komanda. 30 milyon pul veribsən bu Singo'ya nə oynatmır? Bunu 30 milyon versən otursun orada. Vur! Gol! Gol Lemina! Vur beni! Lemina! Lemina'nı oynatmalıydın sen birinci de. İlkay'la da salmışsan sen. Getdi İlkay'ın dövrü. Lemina! 1-1. 56. dəqiqə. Bu! Mario Lemina! Davay. İkinci gol. 2-1. Offside. Osimhen burada offside verə bilər amma ya. Osimhen elə bir ki offside-daydı. Osimhen topa toxunmadı amma topa tərəf getdi. Offside ola bilər məncə. Verə bilər buna offside. Bilmirəm, baxmaq lazımdır. Görək elə. Yox, vermədi, offside vermədi. Gol. 1-1. 1-1. Bulla gola bak. Harika bir gol Soner. Soner'den bir Bulla. tam uzakta. Harika bir frikik golü attı Soner. Bulla. Duran topta Soner 2-1 yaptı skoru. Ah. Antalya Spor 2-1. 2-1 önde. Soner Dikmen Da buna deyiləsi heç də yoxdur. açmıştı. Da buna deyiləsi heç də yoxdur. Cərimə zərbəsindən Müthiş bir gol attı.
Çivi. Antalyaspor yeniden öne geçiyor. Az önce Icardi kenardaydı. Eren'le birlikte yine gol attı. Bu ne tər oyun oynuyorlar? Bu necə oyun oynuyorlar ha? Bunlar Şimdi Icardi geldi yine. bunların oynadığı oynamaz. Yaşandı. Ne diyeyim ha? Güclə bir dənə gol vurmuşdu Galatasaray. Güclə bir dənə vurmuşdu. İməlliyə sürünə oynayır. Sürünə. Gələ. Oldu 2-1. Dokundu Torreira. Pas Torreira. Barış Alper kafayla dokundu. Son bir müdahale Osimhen ceza sahasında yerde kaldı. Şimdi orta. Oyun Penal. Çağdaş Alper dönüş. Penal. Penaltı verdi. Penal verdi. Baxaq ala. Osimhen'in yerde Hakem penal verdi. Bir dəqiqə keçmədi şeyin qoyuna. Baxa görə penal var. ardından beyaz Baxa. kartı gösterdi. Karar penaltı. Gözlə bir də görsə. Bu iş düşmüyor. Arka arkaya pozisyonlar gol. Başqa epizod yoxdur görsə görə bunda penaldır yoxsa Yaşananlar bunlar. ayağına təmas var. Birinci Osimhen topu ayağını qoydu. Arxadan da bir yüngülvari təmas var. Karar penaltı. Penal verdi. Bir yanda itirazlar. Məncə verməyə də bilərdi, verə də bilərdi fikrimcə. Topu aldı. Amma təmas varsa məncə penaldır. Halen kenarda oyuna girmedi. Ayağına bir normal bir şey açısından göstərmə ki bir baxaq. Can dolu dakika. Yəni birinci Osimhen topa müdaxilə elədi. O da arxadan əgər təmas varsa Osimhenin ayağına penaldır bu. İndi görə var nə deyəcək. Alper, Bir dəqiqə keçmir qoydan. Qolu at bunu. At bunu, at. Osimhen'e sen kullan dedi. Derbide tam tersini yapmış Osimhen. Barış Alper'e Vurun bu. Belə oyun olmaz, vurun. penaltı noktasına sen kullan dedi arkadaşına. Məncə vardan şey gəlmədi. Penal verildi. Osimhen topun gerisində. Victor James Osimhen. Abdullah karesinde. Osimhen belə baxacam bax. Ramsbach'ta. Osimhen Skor 2-1. Antalyaspor üstün. hadi. Osimhen Osimhen geliyor. Yavaş yavaş geliyor. Victor Osimhen. Osimhen! Victor Osimhen 2-2. Bu Hastanede. 66-cı dəqiqə 2-2. Antalyasporun oyuncusu müthiş cərimə zərbəsindən, yəni nöqtə atışı bir gol atdı da. Ona bir söz yox. Arma yapıyor. Bir dəqiqə keçməmiş penal. Devam edin diyor. Osimhen 2-2. Davay çempionluq burada gəlməlidir. Okan Buruk'un da rədd olub geçsin Okan Buruk. Müthiş bir maç İstanbul'da. Amma Dursun Özbək prezident adayı olmadığına görə Dursun Özbək tək olduğuna görə o seçildi. O da saxlayacaq onu orada. Tansiyon yüksek. 2-2. Müthiş bir maç. Değişiklik olacak. Oyuna girdi. Yakob çıxdı, Eren girdi. Yakob çıxmamalıdır. Yakob yaxşı. Eren'dən yaxşı oyunçudur Yakob. Barış Alper. Barış Alper çıxdı. Mauro Emanuel Icardi. Icardi 2 hücumçu. Aradan bıraktı şimdi. Yunus saxla. Kart yoxdur. Nətər yoxdur? Aman devam. İtirazlar var. Necə olur bu? Kullanma dedi, dur dedi Çağdaş. Kart olmalıdır, kırmızı kart olmalıdır o. Burada topu alıb, təmiz topu alıb burada. Orada kırmızı kart olmalıdır. Kadra geldi. Şimdi Eren'e doğru. Eren. Saxlamadı ha. Oğlan. Lan, Karaya baktı. qaşan lan. Lan. Şut. Vur o qapçı. Çıxartdı lan. Çok devam ediyor. Davay. Vaxt gedir 77 dəqiqədir. Hara dalansan? Oynamayın da. Ha. Poku tutarın da arxaya oynamayla da. Abdülkerim. Lamina çevirdi şimdi. Davinson savunmadan döndü. Eren şut Abdullah. Dönen top. Vur. Gol! Gol! Osimhen!
Osimhen! Osimhen! 3-2. Görə heç nə yoxdur inşallah. Yoxdur inşallah heç nə. Yoxdur inşallah heç nə. İnşallah yoxdur heç nə. 3-2 88 dəqiqə. 3-2. Bax hələ offside yoxdur inşallah. 3-2. İnşallah offside yoxdur. İnşallah offside yoxdur. Baxaq. Burada heç nə yoxdur. Heç bir şey yoxdur. Heç bir şey yoxdur. Offside-dan söz gedə bilməz. Offside-dan söz gedə bilməz. Söz gedə bilməz. Gol. Savunmaya dəydi gol. Osimhen vurdu, savunmadan gol. Qəşəng. 3-2. Müthiş bir sevinç var şu anda. Ramsblatt'ta. Gol. Okan Buruk'un bu aidiyyəti yoxdur. Bu 4 çempionluğa heç bir aidiyyəti yoxdur Okan Buruk'un. Heç bir aidiyyəti yoxdur. İstanbul Ramsblatt'ta. Yenə deyirəm Okan Buruk getməlidir bu sezon sonunda. Ligdə oyuncular özləri bir şey eləyirlər, çempion olurlar. Amma çempionlar Avropada heç bir şey Okan Buruk'un heç bir halı yoxdur, heç bir şeydə. Bal merkezinde. Varda baxırlar görə hələ. Məncə offside yoxdur burada. Burada heç nə yoxdur. Gol. Bəli. 3-2. Son dəqiqələr. Kazanıyor. Galatasaray. Icardi. Sakladı Icardi. Döndü Icardi. Qəşəng Icardi. Verdi pası. Attı gol. Mauro Emanuel Icardi'nin asisti. Kaan Ayhan'ın golü 4-2. Bu şampiyon Galatasaray. 26. şampiyonluğu. Yenə deyirəm Okan Buruk'un əli yoxdur 4 dənə çempionluqda. Ancaq oyuncular Osimhen, Icardi şampiyon Galatasaray. Kaan Ayhan. Asist Mauro Emanuel Icardi. Icardi'yi istəməyənlərə girsin bu gol. Müthiş bir maç sonu. 4-2. Antalyaspor çok kalabalık. Gol Kaan Ayhan. Bu. Galatasaray hızlı çıktı. Bir efsanede. Icardi'ye bak topu saxladı, döndü, keçdi oyuncusunu. Hop. Kaptırı. Hop. Icardi. Qəşəng. Vaxtında pas. Barış kimi ləng etmədi. Vaxtında pası verdi. Galatasaray dönüyor. Bu. Galatasaray iki kez geriye düştü bu tarihi maçta. 4 golle. 4-2. Şu anda 4-2 önde. Osimhen böyle sevindi Ramsblatt'ta. Asmere bak. İnanılmaz bir maç. İnanılmaz. Galatasaray tarihinde yerini alacak maçlardan biri. Oyuna girdi, golünü attı Kaan Ayhan. Şampiyon. Tim bomba. Bit. Oyun bitsin artık. Tim bomba. 26. şampiyon. Ale. Şampiyon. Tim bomba. Bitti. Oyun bitti. Şampiyon Galatasaray. 2025-2026 yıl şampiyonu Zimbabwe Galatasaray. Üst üste 4. Toplamda 26. Zimbabwe. Bu. Daha ürəyimiz partladı oyunun başından sonuna kimi. Daha hər dəfəsindən də ürəyimizi, göbəmizi iririk ki Galatasaray xal itirəcək. Burada da itirirdi və oyunçuların fərdi oyunu sayəsində Galatasaray burada bu günləri 3-2, 4-2 qazandı. Bu. Fenerbahçe'də 3-0 Konyaspor'u məğlub eləyirdi. Beşiktaş'da Trabzonspor 2-1 məğlub olurdu. Daha onlar maraqlıdır. Artıq Galatasaray qazandı və son bir oyun qaldı. O da ki Galatasaray hədəf 27, 26 indi olub, hədəf 27. Bu. Bitti dostlar. Okan Buruk'dan zələm dedi, görmək də istəmirəm. Baş məşqçisi bir yaxşı baş məşqçisi də deyil. Fikrimcə mənim deyil. Çünki Avropada bir başarı gəlmədicə burada da oyuncuların sayəsində Galatasaray
yəni qalib gəldi və 4 sezonda oyunçuların sayəsində 2 sezon Icardi'nin, 2 sezonda Osimhen'in Barış'ın sayəsində Galatasaray çempion oldu. Məncə getməlidir, amma Dursun başkan yenidən seçiləcəyinə görə göndərməyəcək. Ona görə gələn ildə necə transferlər, nələr olacaq o görəcəyik sezon bitəndən sonra. Bitirək burada dostlar videomuzu. Galatasaray şampiyon oldu. Videolarımı bəyənin, kanalıma abunə olun, yorumlarınızı yazın və bildirimləri açın. Sağ olun dostlar, görüşərik.